Dostlar salamlayıram sizi. Deməli yenə bizim bir neçədən serialımız var. Deməli Rapid oyunlarımız, Matdan qaçış serialı və Blitz oyunlarımız, İldırımlı yollarla serialı və bir dənə də serialımız var ki, o da vaxta, zamana qarşıdır. Bu da Bullet oyunlarımızın serialıdır. Yəni 1 dəqiqəlik və yaxud da 2 dəqiqəlik oyunlarımızın serialıdır. Deməli gəlin, mən bunu canlı yayımda oynamıram. Gəlin bir neçə dənə bullet oyunları oynayaq və sizinlə bölüşürəm bu videonu. Deməli gəlin başlayaq görək rəqibimiz birinci kim olacaq. Qoy bunun səsini düzəldim. Qulaqçığa verim. Nəysə. Başladıq. Deməli Siciliya müdafiəsi oynadı. Yox, oynasın. Yəqin ki biz sürətli atak eləyəcəyik. Sürətli hücumlarla oynayacağıq çünki bullet oyunu elə bir şeydir ki, sürətli oynamalısan, fikirləşməyə elə bir vaxtın olmur. 5 eləyəcəkmi görəsən, yoxsa yox. Vurduq. Yəni ki, piyada ilə vuracaq. Gəlin bir də filmimizi gələk təhlükəli zonaya və mərkəz piyadamızı müdafiə eləyək. Hal-hazırda deməli bəli, bunu atla götürmək olar əslində. Atla at. Deməli, atımızı sonra çıxarıq bura. Rəqibimiz yaxşı oynayanı. Bili gəldik bura. Sonradan atını bağlamaya salaq bu rəqibimizin. Deməli, belə bir gediş elədi. Vəziri oyuna çıxmaq olar. Ancaq vəziri elə bir yerə çıxaq ki, deməli, belə bir çıxacağım. Mən hal-hazırda bunu atını vurmaq istəyirəm. Və atını vurandan sonra deməli, bir dənə də topumuzu gələk bura. Görək, nə edəcək bu? Bura hücum eləyə bilər. Məsəl üçün, hal-hazırda rəqib ora hücum eləyə bilər. Deməli, gəldik bura. Nə edə bilər? Gəldik vəzirimiz bura. Hal-hazırda onun filləri çox təhlükəlidir. Filləri çox təhlükəli dəqiqə hal-hazırda. Hal-hazırda bunu vurmaq istəyirəm. Və dalında arxadakı filini götürmək istəyirəm. Ancaq bu hal-hazırda yadanı götürə bilər. Ancaq onu götürsə, mən də bunu vurmalıydım onsuz da. Onun planımdaydı ki, onu götürüm. Hal-hazırda vəzirinə hücum elədik rəqibin və bunun filini götürdük ortadan və demək olar ki, bir dənə də belə oynayaq. Görək, nə edəcək bunu hal-hazırda. Biz şah verə bilirik rəqibə. Bəli, bir dənə şah verək görək. Artıq deyəsən mat oldu rəqib. Bəli, çox maraqlı oyun oldu. Yəni o gelişi görmədi rəqib və biz də deməli mərkəzdən rəqibin atını götürərək görünməz mat istədik rəqibdən. Topumuz da gördüyünüz kimi açıq xətti tutmuşdu və rəqib bu gedişi görmədi. Gəlin keçəyin ikinci oyuna. Deməli ikinci oyunda görək rəqibimizi nə edəcək. Yenə Latviya qambitindən istifadə edəcəyim dostlar. Deməli mərkəzə birbaşa hücum. Deməli atı çıxaq. Atı çıxsaq mərkəzdəki piyadanı veririk. Ona görə gəlin birinci bunu oynayaq. Sonra atımızı çıxaq. Sonra yəqin ki bu gedişi etmək olar. Yəni filin birbaşa yolunu templə açırıq və həmin piyadanı ortadan götürək və vəzirimizi bir xana qabağa qoyaq. Bundan sonra qala quraq. Və hal-hazırda demək olar ki, figurlarımızın hamısı müdafiədədir və bunun hal-hazırda indi filinə hücum eləyəcəyim. Fili geri çəkmək olar. Bir dəqiqə at ona hücum eləmişdi. Mənim fikrimdədir ki, indi bir dəqiqə bunun qara filinə hücum etmək olar. Qala filinə hücum eləsək, bu yəqin ki, götürəcək onu. Ondan sonra bunun H2 xanasında boşluq yaranacaq və bu boşluqdan biz istifadə eləyəcəyik. Deməli, piyadamızı bir xana qabağa verək və piyadamızı qabağa artıq getməyə başlayaq. Artıq demək olar ki, pozisiyanı ələ keçirmişik və qara filimizi də çıxmalıyıq.
Qara film, bəli, hal-hazırda ağın bütün fiqurları müdafiədədir və hal-hazırda getmək lazımdır. Sağdan getmək lazımdır. Məsələn, bunun qabağını açdıq. Piyada ilə vuracaq. Hal-hazırda şah mövqeyi zəifdir rəqibin. Deməli, bunu vurduq. Vuraq bunu. Sonra, məsəl üçün, deməli, topa hücum etmək olarmı, yoxsa olmazmı? Bunu vuraq. Bunu vuraq. Bunu da vuraq. Sonra, məsəl üçün, topla şahı vermək olar. Topu şah versək, topuna hücum etmək olar rəqibin. Topları dəyişib, məsəl üçün, hal-hazırda pozisiyada üstünlük biz. Bəli, topu dəyişdik. Deməli, o da bizim filimizi götürdü. Deməli, atı çıxsaq, atı biraz çıxaq, atı mən çalışacağım, dəyişim. Çünki belə sonra da buradan şah verib rəqibin, deməli, vəzirini götürmə ehtimalımız var. Deməli, burada hal-hazırda atı istəyirik biz. Və həmçinin də at. Həm atı istəyirik, həm mat istəyirik. Həm qarışıq bir sistem, artıq rəqib deyən mat oldu. Çünki şah veririk. Şahın gəlir bir gedişi var. Buradan şah gəldi bura. Buradan şah, sonra da buradan şah matdır. Və ikinci oyunumuzda çox yaxşı alındı. Keçəyin üçüncü oyunumuza. Gəlin indi üçüncü oyunumuza oynayaq dostlar. Görək üçüncü oyunumuzda nə edəcəyik? Çox maraqlı oyunlarımız olur. Gəlin üçüncü oyunumuz. Yox, nə açılışı idi? Fransız açılışı idi. Fransız müdafiəsi ilə atımızı qoruyaq. Çıxaq fili qoruyaq oradan. Qurban vermək olardı, ancaq keçdik. Deməli, atı bağlamaya salaq. Fili geri oynayaq. Ata hücum eləyək. Yine vuralım. Bak. Deməli belə. Yaxşı. Topu vermək olar. Topu ona vermək olar. Mən onu ona verəcəm. Topu ona verəcəm və başqa cür oynayacağım bundan. Topu ona verib başqa cür oynayacağım. Görək onu nə eləyir? XXX rate. Deməli belə. Topu templə çıxdı. Neyse, bunu qoyduq, bura vurmadı da bunu. O vursa, atımı vursa, mən də o filini vururam, vəzirinə hücum edib topunca. Düzdürmü? Deməli, belə oynayırıq. Qoyan vursa. Topla vurmaq məncə daha yaxşı olar. Və hal-hazırda deməli, piyadaya hücum etmək olmur. Və bunun piyadası boşdadır, gəlin ona hücum eləyəyin. Topları cüddləşdirək, yəni bura hücum etmək üçün deyirəm. Gələk bura. Dəqiqə, topu cüddləmişik. Vuraq. Buradan şah eləyək. Yəni belə artıq bir gedişə mat istəyirik rəqib. Deməli belə. Deməli bir xana sola çəkək. Bir xana belə çəkək. Qoy vəbşi ümumiyyətlə hücum eləyə bilməsin mənə. Deməli belə matlıdır artıq. Ailə gəlir. 52 saniyəsi qalıb, görək o gedişləri görürmü? Məncə o çəkə bilməyəcək. Birini oradan çəkməyəcək. Bunu götürmək olar. Yox, onu götürməyəcəm.
Deməli, topu hər ehtimala qarşı gələcəm. Topu gəlib oradan deməli vururuq, şah veririk. Qaçdı, yaxşı oynadı. Deməli belə. Bir gedişə mat istəyir, topla qoruyaq onu. Topla qorusaq, girişir oradan. Mat yoxdur amma. Amma mat yoxdur oradan. Yəni bir də hazırda deməli bunu vursaq mat olur da. Bunu vursaq məsəl üçün bundan vursaq, vəzirlə vursaq mat olurdu. Düzdürmü? Vəziri qoymalıdır qabağına. Bəli, mat oldu artıq. Yenə mat oldu rəqib. Bir dənə gedişi var, vəziri qoymalıdır qabağına. Yaxşı gördük onu dostlar. Və XXX rate mat oldu. Yəni vəzir bir dənə gedişi var, vəziri qoymalıdır qabağına. Əgər fili bəyə çıxmasaydı at belə boğma mat eləmək olurdu. Yenə də maraqlı oyun oldu. Yəni 4-cü oyunumuzu oynayaq, görək 4-cü oyunda nə edirik? Deməli, ağlarla verdi. Deməli, bu nə alt deyə? Bunlar alt, bu altlar hardan seçilir? Fili çıxdıq. Mərkəzə hücum eləyək. Deməli, filinə hücum eləyək. Filinə hücum eləmək lazımdır. Mərkəz piyadamı qalamı qurum. Atı çıxaq. Atını bağlamaya salacağım. Atını vəbşi ümumiyyətlə ortadan götürəcəm. Ortadan götürəcəm. Mən bunu vursaq piyadan gələcək. Gəl fili geri oynayaq. Fili geri oynayaq. Atı buradan çəkib F piyadasını basaq. Deməli, atı oynadıq mərkəzə. Bu yaxşı oldu. Məsələn, atı mərkəzi oynadıq. Filinə gəl üçün hücum etmək olar. Bir dənə də hücum etmək olar. Bəlkə bir dənə də hücum eləyib. Bunu götürək ortadan. Deməli, nə edirik? Vəzirinə hücum eləsəm, hara gedir? Vəzirini gələcək ora. Deməli, atı belə oynayırıq. Və başladım vəziri dəyişim. Deməli, vəziri bir dənə açıq xəttə. Deməli, bura gəlmək istəyirəm. Onun yolunu bağlayaq oradan atının. Yolunu bağlayaq. Bir dənə belə oynayaq. Yadan qabağı eləyib topu cütləşdirəcəm. Deməli, bir dənə də belə oynayırıq. Dostumuz nə oynayır? Bir dənə də qabağa getsəm. Bir dənə də qabağa getsəm nə olur? Şah vermək imkanı yaranır da elə. Topu bir dənə qabağa verin. Deməli, şah versə belə oynayalım. Amma bu piyadamız düşdü də, düzdürmü? Piyadamızı oradan götürdü. Qabağa verək. Həm də bunu saxlayaq da buradan. Değil mi? Olmaz bunu filinə hücum eləyək. Çünki fil artıq düşüb onu. Aha. Bu topla götürək. Bura neyini? İkinci topu arxasına qoyaq. İkinci topu yox, elə birbaşa vəzirinə hücum eləyək. Vəzir oradan çəksin. Sonra deməli yəni belə oynayaq, sonra vəzirinə hücum eləyərik belə də. Vəzirinə hücum etsək şah verəcək, topu götürəcək eləmi? İkinci topu mütləq gəlməliyik. Çünki qorumalıyıq oranı. Vəzirinə hücum etsək şah verəcək. Deməli belə. Fili geri çəkək. Onu götürmək istəyirsən, eləmi? Götür. Neysə, bunu vurduq.
Vuraq bu yoxsa. Bu vuraq da bununla. Neyləmək istəyir? Bunu götürəcək. Yaxşı, bunu da vurduq. Bu vura bilər amma. Hal-hazırda amma mat olur elə. Onu vursam mat olur. Atı çəkə bilmir bu dəqiqə. Atı çəkə bilmir hal-hazırda. Atı çəksə mat olur. Bəs neyləyə bilər bu hal-hazırda? Ancaq onu oynayır. Deməli, bunu gəlsən bura. Bunu gələk bura. Deməli. Vəzirinə hücum eləyək. Götürdük bunu. O da bunu götürə bilər. Biz də bunu götürürük. Yaxşı, sonra. Sonra neynəyəsən? Yaxşı, qabağa gəldik. Bir dənə də şah verə bilərsən. Onu da yenə qabağa gedəcək sonra. Dokuz saniyə, 7 saniyə. Vaxtı məncə az da çatdıra bilər ki, burada. Bir dənə belə bir şah versək mat olmur ki. Bəli, gözəl oldu. Yəni yadımdan çıxdı, müdafiə yadımdan çıxdı. Səhv açılış elədi dostlar. Ona görə də müdafiəni yaddan çıxartmaq lazım deyil. Gərək müdafiə mütləq şəkildə olmalı, 1 dəqiqəlik sürətdə. Ən azından bir dənə heç olmasa figurun müdafiədə olmalıdır. Nəysə dostlar, izlədiyiniz üçün sağ olun, minnətdaram. Bugünlük 3 dənə oyun göstərdim sizə. Özünüzə fikir verin. Düzdür, bundan sonraki oyunlar oynadım. Sadəcə o vaxtınızı da görə itirdim. Biraz fikrim dağıldı, çağırdılar, elədilər. Gələn videolarda görüşərək dostlar. Sağ olun, özünüzə fikir verin.